Aktrisa Ləman Merih və Emil Abbasov valideynlik sevincini yaşayırlar. Cütlük yeni doğulan evladları ilə birlikdə xəstəxanadan evə yola salınıb. Aktrisa Ləman Merih bu xoş anları ailəsi və yaxınlarının iştirakı ilə qeyd edib. Xəstəxananın qarşısında çəkilən görüntülərdə cütlüyün sevinç və həyəcanı diqqətdən yayınmayıb. Yeni doğulan körpə xüsusi hazırlanan avtomobillə evə aparılıb. Paylaşılan görüntülər sosial şəbəkələrdə qısa zamanda geniş yayılıb. İzləyicilər Ləman Merih və rejissor Emil Abbasovu təbrik edərək ailəyə xoş arzularını çatdırıblar. Qeyd edək ki, cütlüyün valideyn olması sevənləri tərəfindən böyük sevinclə qarşılanıb. Biz də Ləman Merih, Emil Abbasov və yeni doğulan körpəyə sağlam, xoşbəxt və uğurlu ömür arzulayırıq.